İndi sizə 92 yaşlı bir xanımın müsahibəsini təqdim edəcəyik. Bu xanım dahi tarzən görkəmli sənətkar Sadıqcanın nəticəsi Afina Sadıqovadır. O ömrünün yarıdan çoxunu əczaçılığa həsr edib, uzun illər tibb texnikonunda baş müəllim işləyib. Afina xanımı biz də ürəkdən təbrik edirik. Gəlin onun gənc xanımları olan tövsiyələrini dinləyək. İstəyək. Azərbaycan qadını yoldaşının qədrini bilməlidir, vətəninin qədrini bilməlidir. Azərbaycan qadını tərbiyəli uşaqlar böyütməlidir, vətənpərvər. Vətənpərvər. O vətənpərvər uşaqlar getdi, Şuşanı aldı. Şuşanı alanda elə bir mənə dünyanı verdilər. Şuşanın alınmasını bütün dünyada öyrənirlər. Mənim arzum dünyada sülh olsun, müharibə olmasın, bütün cavanlara can sağlığı. Özü də bir-birinizdən müğayət olun, bir-birinizin qədrini bilin, bir-birinizin. Bir söz deyil, inciyirsiniz, lazım deyil, onu keçin. Bağışlamaq böyük şeydir. Özü də cavanlar bağışlamalıdır, böyüklər yox. Ata, ana müqəddəsdir. Mənim 92 yaşım var, 6 aydan sonra 93 olacaq. Mən sövrəyimə deyirəm ki, ana, mama haradasan? Amma indiki cavanlar ananı, atanı saymır. Utanıram deməyə. Mənim toyum olanda nənəm dedi ki, gedirsən təzə evə, kar ol, kör ol, lal ol. Nənəm bunu mənə tapşırmış. İndiki 21-ci əsrin gəlinləri çox qudurqan gəlindir. Qaynatanı saymır, qaynananı saymır. Bu nədir? Necə yəni? Niyə? Oğlu yaxşıdır, anası pisdir. Ona görə indiki gəlinlərə deyirəm. Qaynatanın da qədrini bilsin, qaynananın da qədrini bilsin. Necə öz anasının qədrini bilir. Mən gəlinimi də çox istəyirəm, razıyam. Biz bu dəqiqə deyim, bugün 44 ildir bir yerdə yaşayırıq. 44 ildir. Mən gəlinimdən də razıyam, kürəkənimdən də razıyam. Amma belə qaynanalar var ki, gəlinin dalınca danışır, kürəkənin də dalınca danışır. Düz indi səhvlər olur da, bizdə də olur, böyüklərdə də olur. Amma onu eləmək lazım deyil. Gəlinin də qədrini bilmək lazımdır. Gəlin gələndə evə qəttana qət salmağa gəlib, ürəyinə dəst salmağa gəlmir. Mən iradəyə dediyim sözü qızıma demirəm.